Paket qurçalı 4 sotun içində 2 dənə belə bir evin təqdimatı üçün gəlmişəm. Evimiz baxın gördüyünüz kimi var, küçənin düz üstündədir, asfalt küçəsi. Evin qaz sayğacı, işıq sayğacı, dövlət suyuna kimi hər bir şeyi öz yer və yerində qaydasındadır. Gördüyünüz kimi bu 2 dənə ev təcili surətdə satılır, paket qurçadır. Yəni, evimiz də super remontdur. Həyətdə əlavə olaraq bir dənə belə bir ayaq yolumuz var, yarımçıq qalıb. İndi isə gəlin evi təqdim edək. Əvvəlcə orada da bir əldamımız var. Kondo. Ora kondo otağımızdır. Buradan görsənmir, ağac basıb. Burada bu evin belə bir gördüyünüz kimi bak, burada da girişi var. Əlavə olaraq üst beton, alt beton, hər bir şey beton öz qaydasında, yəni super tikilən ev deyil. Yəni yaşayış üçün şəxsi evdir. Gördüyünüz kimi. Burada da toylar üçün yerimiz var, hazırdır. Evimizin arxasında keçidimiz var. O tərəfdə isə solda kondo otağımız yerləşir. Gördüyünüz kimi belə bir gözəl evdir. Yəni konkret bacı qardaş, nə bilim iki qardaş konkret bu evi alıb, yəni ürək rahatçılığı ilə yaşaya bilər. Keçək birinci bu evi sizə təqdim edək inşallah. Deməli, bu evin adını kondo otağı buradadır. Gördüyünüz kimi 2 minut qazı, kombisi, hər bir şeyi burada yerləşir. Bu da dövlət suyu gördüyünüz kimi sayğacına kimi qoyulub hazırdır. İndi isə keçək evin içi ilə sizi tanış edək inşallah. Ay maşallah. Xeyirli olsun. Deməli, daxilıq bizə bir dənə geniş bir dənə belə bir hol qarşılayır bizi. Evimizin bura pilləkənin altıda, yəni burada əlavə bankavuzu yığa bilərsiniz. Deməli, geniş bir dənə bax sanitar qovşağımız yerləşir. Solda isə bir dənə belə bir gözəl, geniş mətbəx asma tavanı ilə birlikdə. Yəni video uzun olacaq. Axıra qədər baxın. Bu da bizim qonaq otağımız. Gördüyünüz kimi bütün radiatorlar, maşallah, nə qədər radiator var. Hamısı hazır vəziyyətdə. İndi isə gəlin qalxaq evin ikinci mərtəbəsini sizə təqdim edək. Sağ ol, qismə. Bu şeydən yaş boyadı. Divarları, yaş boyadı. Maşallah. Burada da belə bir geniş, yəni yəsi də bildirdi, yer betondur, monolitdir. Burada yəni otaqda adam var deyə bunu göstərmirəm. Burada deməli bir dənə bizim geniş bir dənə uşaq otağımız yerləşir. Burada da bir yataq otağımız və içində də ki duş kabinamıza kimi hər bir şəraitimiz var. Əlavə olaraq bu da bayaq göstərdiyim həmən bağlı balkonuna kimi. Hər bir şey öz qaydasında. İndi isə gəlin gedək o bir evin təqdimatını eləyək. Yəni iki evin ikisi də bir yerdə satılır. Ayrı-ayrı da satmaq olar. Onu da ki inşallah ki gəlib yiyəsi ilə yerində ətraflı danışmaq olar. İndi isə bu evi sizə təqdim eləyək inşallah. Bu da super təmirdir. Yəni iki qardaşdır, özünə tikilən evdir. Gördüyünüz kimi burada da belə bir qəşəng bir dənə pilləkənimiz. Burada da eyni həmən ifadə. Artıq əşyalarınızı bura yığa bilərsiniz. Deməli, burada bizim sanitar qovşağımız yerləşir. Duş kabinasına kimi hər bir şeyimiz hazırdır. İnşallah. Burada isə bir dənə mətbəximizdir. Gözəl. Burada da geniş bir dənə belə bir qonaq otağımız var. Geniş. Maşallah. İndi isə qalxaq ikinci mərtəbəni sizə təqdim eləyək. Pilləkənlər da ki maşallah keyfiyyətlidir. Çox belə zövqlə gözəl tikilib. Gördüyünüz kimi burada da bizim üst otağımız var. Əlavə olaraq bir dənə sanitar qovşağımız yerləşir. Burada da belə bir
Duş kabina, bütün aksesuarları öz qaydasında və yerində. Burada bizim bir dənə yataq otağımız var. Əlavə olaraq burada da belə bir balkonumuz var. Yəni balkondur, gördüyünüz kimi. Burada da bir yataq otağıdır və bu otağın da balkona çıxışı var. İnşallah burada da bir otaq yerləşir. Deməli belə, əziz dəyərli müştərilərimiz, və bu gözəl, möhtəşəm 2 dənə ev, ikisi yəni birdən satılır. Evimizin ilkin satış qiyməti 250 min. Yerləşdiyi yer Binə qəsəbəsi düz mərkəzdə. Mərkəzdə yerləşir. Paket kupçadır, yəni torpağın kupçası var, evlərin də kupçası bir ayın içində alınır, sənədləri verilib, yekunlaşır. Yəni məsləhətdir ki, bunu ya bacı qardaşmı, ya iki qardaşmı, ya iki qohummu, yəni konkret gözəl evdir. 250 minə deyilir. Real müştərilərə endirimdə olunacaq. Allah alan satanda xeyir versin. Sağ olun, var olun.